Mən Niyaz Əvəçinar İnvestmentsam. Hamını salamlayıram. Bugünkü mövzumuz da kripto bazar haqqındadır. Qısa olaraq bir neçə dəqiqəlik bundan öncəki videoma əlavə etmək istəyirəm. Bugün oxuduğum bir xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Və bu mövzu Binance-la bağlıdır. Binance İdarə Heyəti bildirib ki, texniki səbəblərdən baş verən nasazlığa görə üzr istəyir və həmin şəxslərə texniki nasazlıq səbəbindən yaranan problemlərə görə təzminat ödəniləcək. Və bu təzminat ödəniləcək şəxslər, daha doğrusu traderlər barəsində qeyd olunub ki, kimlərdə ki, sistemlərdə gecikmə baş verib, əmrləri həyata keçirə bilməyiblər və bu səbəbdən texniki nasazlıqla üzləşiblər və müəyyən qədər itkiyə səbəb olubsa, həmin şəxslərə təzminat ödəniləcək. Amma digərlərinə isə ani qiymət nəticəsində, ani qiymətin dəyişməsi nəticəsində kimlər itkinə üzləşibsə və yaxud öz şəxsi qərarları nəticəsində itkilərlə üzləşiblərsə və likvidasiya zamanı olublarsa, həmin şəxslərə təzminat ödənilməyəcək. Bundan əlavə, istənilən halda baş vermiş nasazlıq və insanların, daha doğrusu traderlərin bu halla qarşılaşması yaxşı bir hal deyil. Binance platforması üçün biraz belə deyək, etibarlılığını azaldır və çıxıb sadəcə olaraq bir üzr istəməklə bu məsələni belə deyək, yatırmaq istəyirlər. Çünki insanları mən sosial şəbəkələrdə çox izləyirəm. İnsanlar etirazlarını bildirirlər ki, bir üzr istəməklə və yaxud da müəyyən qədər təzminat ödəməklə bu məsələdən baş vermiş haldan belə deyək, boyun qaçırdılar. Fikirlər Trumpın üzərindədir. Lakin mən fikirləşirəm ki, bəlkə də Trump buna bir dəstək olub, ya yaxud da eyni üst-üstə düşüb onun danışdığı məsələ, daha doğrusu yazdığı tweet. Amma əksər düşüncəm odur ki, həmin vaxtı bazardan külli miqdarda pul çıxarılıb və dibə düşəndən sonra 15-20 dəqiqə ərzində, ondan sonra isə külli miqdarda alış olub və bunun nəticəsində yenə də qazanan kimlər oldular? Həmin o market makerlər və yaxud o balinalar, kualar deyirlər. Kriptovalyutanın yaranmasını da, yəni o haqda danışırlar ki, əsasən heç bir qurumdan, heç bir şəxsdən, belə deyək, heç bir dövlətdən açılıb bir vəziyyətdə olmayan bir valyuta olmalıdır. Valyuta kimi görsəndən öncə bir video qarşıma çıxmışdı. Və həmin videoda ümumi rəqəmsal valyuta haqqında danışılırdı və kriptovalyutanın da görünən o idi ki, həmin vaxtlar heç bir qurumdan, heç bir ölkədən və yaxud da heç bir şəxs olaraq heç kim asılı olmamalıydı. Lakin həmin o baxdığım videonun sonunda qeyd olunur ki, bəlkə də illər keçəcək, aydın olacaq ki, bu kriptovalyutaların arxasında dayanan Amerikadır və federal ehtiyatlardır və digər belə deyək şəxslərdir bəlkə də. Bu çaxnaşma zamanı son kripto bazarda baş verən oynaqda sanki bunun bir şahidi oluruq. İstənilən halda trader əməliyyat edirsə, bu bazarda baş verə biləcək hadisələrdir və keçmişdə də bir hadisələr baş verib, istər forex bazarı olsun, istər kripto bazarı olsun, istər səhəm bazarı olsun. Yəni yenə də məsuliyyət özü daşıyır. Ona görə də ehtiyatlı olmaq lazımdır bütün traderlərə və bu videonu izləyənlərin hamısına uğurlar arzu edirəm və videomu burada yekunlaşdırıram. Növbəti videolarımız maraqlı videolar olacaq. Daha çox hansı kontentdə video çəkməyimi istəyirsinizsə, kommentariya bölməsinə öz fikirlərinizi yaza bilərsiniz. Təşəkkür edirəm.